Salam dostlar, kanalıma xoş gəlmisiniz. Naxçıvandan yeni video ilə qarşınızdayım. Bugün biz Əsəb-Kef ziyarətgahına gedirik. Əsəb-Kefə getməzdən öncə isə bizə maşında Əsəb-Kef haqqında video nümayiş olundu. Ziyarətgahla bağlı bir əfsanə var ki, onu da sizə danışmaq istəyirəm. Dostlar, çox qədim zamanlarda Naxçıvanda Dağ-Yunis adında zalım və bütpərəst bir hökmdar var idi. O xalqı bütlərə səcdə etməyə məcbur eləyirdi. Ancaq tək Allaha inananlar da var idi və həmin insanları da ağır işgəncələrə məruz qoyaraq onları öldürürdü. Hökmdarın ətrafına mənsub olan 7 nəfər gənc isə onun azğınlığından və təzyiqindən bezərək öz imanlarını qorumaq üçün şəhərdən qaçmağa qərar verirlər və yolda onlara çobanla onun Qitmir adlı iti də qoşulur. Gənclər təqiblərə məruz qalmamaq üçün Naxçıvanın hal-hazırda Culfa arasında olan Haçadağ və Nəcəhir dağı arasında dağlıq mağaraya pənah gətirirlər. Burada onlar Allahdan mərhəmət diləyib dua edirlər. Allah da onların duasını qəbul edir və onların mağarada 300 günəş ili yuxuya verir. İtləri isə mağaranın girişində ön ayaqlarını uzadaraq keşik çəkməyə başlayır. Aradan uzun zaman keçir və zalım hökmdar Dağ-Yunis ölür. Xalq isə artıq tək Allahlılıq inancını qəbul edir. Gənclər oyandıqda özlərinin cəmi bir gün ya da ki yarım gün yatdıqlarını düşünürlər. Azlıqları üçün isə aralarından birini Yemli adlı gənci gümüş pulla ərzaq almağa şəhərə göndərirlər. Gənc şəhərə gəldikdə isə hər şeyin dəyişdiyini görür. Qədim Dağ-Yunis dövrünə aid olan gümüş pulu çörəkçiyə verəndə isə hamı təəccüblənir və onun xəzinə tapdığını düşünürlər. Gənci hökmdarın huzuruna gətirirlər və məlum olur ki, aradan 3 əsrdən çox vaxt keçibdi. Artıq ölkəni mömin bir hökmdar idarə eləyir. Hökmdar və cəmaət bu möcüzəni öz gözləri ilə görmək istədiklərini gənclə birlikdə mağaraya gəlirlər. Gənc mağaraya girib yoldaşlarına hər şeyi danışır. Onlar Allahdan yenidən ruhlarını almasını istəyirlər və orada əbədi yuxuya gedirlər. Dostlar, az öncə Haçadağ və Nəcəhir dağının adını çəkdim. İndi isə onlar haqqında sizə məlumat verim. Nəcəhir dağı təxminən dəniz səviyyəsindən 1900 metr yüksəklikdə olan bir dağdır və burada Nəcəhir adlanan Tunc dövrünə aid yaşayış qalası vardır. Nəcəhir dağı həm qədim inan sistemlərinin, həm də bölgədəki sakral coğrafiyanın bir hissəsidir. Bölgənin topografiyasında Haçadağ və Nəcəhir dağları Əsəb-Kef kompleksini təşkil edən əsas dağ silsilələrindən biridir. Haçadağ isə təxminən dəniz səviyyəsindən 2415 metr hündürlükdə olan möhtəşəm və fərqli formalı vulkanik bir zirvədir. Zirvə ikiyə bölündüyü üçün isə bura Haçadağ adlanır. Əfsanəyə görə isə Nuh peyğəmbərin gəmisi böyük tufan zamanı Naxçıvan dağlarının üstündən keçərkən gəminin lövbəri bu dağın zirvəsinə dəymiş, dağı ikiyə bölmüş və məni yardı, Haçaladı dağ demişdir. Ziyarətgaha gələn zəvvarların bağış bucağından baxanda da Haçadağ xüsusi mənəvi simvolizmə malikdir. Həmçinin Haçadağı İlanlı dağ deyə də adlandırırlar. Əfsanəyə görə isə burada dağın ətəklərində çoxlu ilan sifət zalım məxluqlar yaşayırdı. Ərazidəki müqəddəs qüvvələr və Nuh peyğəmbərin duası ilə bu ilanlar daşa dönüblər. Başqa bir deyimə görə isə bura çox sıldırım və keçilməz bir dağ olduğu üçün burada ilanlar çox məskən salırdılar və dağın adı buradan gəlir. İstəyirəm ki, ziyarətgahın hissələri haqqında da sizə danışım. Mağaranın ən uca və ən açıq səmalı hissəsi Cənnət bağı adlanır. Digər hissəsi damcıxanada isə mağarada daimi qayanın tavanına su damcılayır. Rəvayətə görə niyyət eləyib durarkən başa və ya çiyinə düşən su damcısı arzunun və niyyətin tezliklə həyata keçəcəyini işarədir. Digəri isə düldülün ayaq izi və niyyət daşlardır. Ziyarətgahda qayalıqda olan oyuqlarda insanlar niyyət eləyib 3 kiçik daş atırlar. Daş oyuqda qalarsa inanca görə niyyət qəbul olunur. 7 çimənsə və ya insan izləri adlanan hissədə isə mağaranın divarında sanki insana oxşar qabaraq izlər var ki, yerli əhali bura 7 çimənsə 7 gəncin izləri deyil. Verəcəyim məlumatlar bu qədər idi. Sonraki kadrlarda çəkdiyim yerləri və saydığım məkanları görəcəksiniz. Xoş izləmələr. Dostlar, bu arada burada mənim bir neçə balacaq şəklim var. İstədiniz siz də görəsiniz. Dostlar, burada insanlar dilək tutub 3 dəfə daşların arasından keçirlər ki, niyyətləri, arzuları yerinə yetsin.
Ziyarətgahın girişində isə insanlara xatirə olaraq qalması üçün bəzək əşyaları və digər şeylər satan mağaza var idi. Bu videonun da artıq sonuna gəldik və Naxçıvanda seriyasının yeni videoları qaçırmamaq üçün kanalımı izləmədə qalın. Sağ olun.